Salam əziz həmkarlar, tələbələr, belə deyim, abituriyentlər. Biz indi 8-ci sinifi təkrar edəcəyik biologiya. Bir-bir bölmələri üzrə, yəni əsas rəqəmlərə fikir verəyin. Deməli, birinci bölməsi başlayağın sinir sistemi. Sinir sistemi hansı canlılarda tor şəkilli diffuz formasındadır, ulduz şəkillidir? Hansı canlılarda? Bağırsaq boşluqlar tipi hidralarda. Və sütunvari formada hansındadır? Yassı və sap qurtlarda. Bəs həlqəvilərdə, mollyuskularda, boğmayaqlarda hansı formadadır? Onlarda ilk dəfə sinir düyünləri yaranmışdı. Bəs xordalı heyvanlarda borulu sinir sistemi mövcuddur. Sinir sistemi özü iki şöbəyə ayrılır. Mərkəzi bir də periferik. Mərkəzi şöbədən nə qədər sinir çıxır? Deyəcəksiniz ki, 31 cüt onurğadan, üstəgəl 12 cüt də baş beyindən, cəmi 43 cüt mərkəzdən sinir çıxır. Bu nə qədər eləyir? 86 ədəd eləyir. Bunun içərisindən neçə cütü qarışıqdır? 31 cüt onurğadan çıxan hamısı qarışıqdır. Üstəgələk 4 cüt də baş beyindən çıxan qarışıq. Cəmi 35 cüt. Deməli, 70 ədəd qarışıq sinir sistemimiz mövcuddur. Yəni, qarışıq sinir mövcuddur. Ümumilikcə, neçə növ neyron var? 3. Hissi, hərəki, ara. Neçə növ sinir var? 3. Hissi, hərəki, qarışıq. Mərkəzi sinir sisteminə hansı neyron daxil olur? Baxın, bunu burada çəkirəm. Siz də belə yadınızda saxlayın. Bu reseptor sahədir. Buradan hissi neyronun dendriti, cismi və aksonu. Bax, bu hissi neyronun aksonu gəlir girir mərkəzi sinir sisteminin içərisinə. Buradan mürəkkəb refleks isə ara neyronun dendriti, cismi, aksonu bunu qarşılayır. Hərəki neyronun da dendriti, cismi, aksonunun bir hissəsi mərkəzdə, bir hissəsi də kənara çıxır və işçi orqana gəlir. Deməli, mərkəzi sinir sistemində hissi neyronun aksonu, hərəki neyronun dendriti, cismi, aksonun bir hissəsi. Ara neyronunun da dendriti, cismi, aksonu mərkəzdə yerləşir. Mərkəzdən kənar hissi neyronun dendriti ilə cismi, hərəki neyronun da aksonu mərkəzdən kənardır. Periferik sinir sistemini əmələ gətirir. Sinir düyünlərini nə əmələ gətirir? Mərkəzi sinir sistemindən kənarda yerləşən neyronun cismi, bu deyir hissi neyronun cismi. Bəs sinirləri nə əmələ gətirir? Mərkəzi sinir sistemindən kənarda yerləşən aksonlar. Bu da hərəki ilə hissinin aksonlarıdır. Ümumilikcə, periferik sinir sisteminin mərkəzi, periferik özünüz bilirsiniz ki, avtonom bir də vegetativ, yəni vegetativ avtonom bir də somatik. Vegetativin digər adı avtonomdur. Və bu da bölünür simpatik və parasimpatikə. Simpatik onurğa beynin iki şöbəsində, döşlə beldə, parasimpatik də onurğa beynin bir şöbəsi olma, bir də beyin kötüyündə yerləşir. Bunu yadınızda saxlayırsınız. Ürək yığılmalarını tezləşdirir, qüvvətləndirir, qan damarlarını daraldır, göz bəbəyini genəldir, həzm sistemi orqanlarının işini zəiflədir. Hansı? Simpatik. Göz bəbəyini daraldan, qan damarlarını genəldən, ürək yığılmalarını zəiflədən, həzm sistemi orqanlarının işini gücləndirir. Hansı? Parasimpatik. Və sinir sistemində müxtəlif şöbələr arasında əlaqə neyronların qapalı zənciri vasitəsilə yaranır. Bu cümləni də yadınızda saxlayın. İndi vəzlər, neçə növ daxili sekresiya vəzimiz var, neçə ədəddir? Deyirsiniz ki, 10 ədəd 6 növdür. 10 ədəd hansılardır? 1 ədəd epifiz kəllə boşluğunda yerləşir, 1 ədəd hipofiz kəllə boşluğunda yerləşir, daha sonra 1 ədəd qalxana bənzər vəzi, 4 ədəd qalxana bənzər ətraf vəzi, 1 ədəd timus, 2 ədəd böyrək üstü vəzi. Bu da eləyir 10 ədəd. Deməli, 10 ədəd bizim nə var? Daxili sekresiya vəzlərimiz var. Və neçə növdür? 6 növ. Yəni, hərəsini 1 ədəd götürərək 6 növ elan edirik. Bunun neçəsi heç bir boşluqda yerləşmir? Deyəsiniz ki, 5-i heç bir boşluqda yerləşmir. Hansılar? Qalxana bənzər vəzi ilə qalxana bənzər ətraf vəzi heç bir boşluqda yerləşmir. Bəs qarışıq sekresiya vəzlərindən
neçəsi heç bir boşluqda yerləşmir. Deyəsən ki, 2 ədəd toxumluq kişilərə aid olan bunlar heç bir boşluqda yerləşmir. Daha sonra sümük və əzələ sistemi. Ən çox rəqəmlərə fikir verəyin. Deməli, insan skeleti bilirsiniz ki, kəllənin, gövdənin, bir də ətrafların skeletinə bölünür. Gövdənin skeleti neçə ədəd sümükdən ibarətdir? Deyirsiniz 58, 59 sümükdən ibarətdir. Hansılar? 33, 34 onurğa sütunudur, 24 ədəd qabırğadır, 1 ədəd də döş sümüyüdür. Ümumilikcə 58, 59 sümükdən ibarət olur. Yəni gövdə skeletinə aiddir. Onurğa sütunu, qabırğalar, döş sümüyü, bunlar hamısı gövdə skeletinə aiddir. Gövdə skeletinə hansı sümüklər əlavə birləşir? Yəni kənardan neçə sümük birləşir? Deyəndə nə yazacağıq? Neçə sümük birləşir? Deyəcəksiniz ki, 5 sümük gövdə skeletinə birləşir. 2 dənə çanaqdır, 2 dənə körpücükdür, bir də yuxarıdan bir boyundur. Cəmi eləyir 5 sümük. İnsan ontogenezinin neçənci ayında boyun əyriliyi əmələ gəlir? Ontogenez dediyi üçün 9 ay ana bətnini götürürsən, 2 ayda postembriyonal dövrü, 11-ci ayda. Bəs neçənci ayında lordozu əmələ gətirən əyriliklər meydana çıxır? Yenə 1 yaş 12, üstə gələk 9 ayda ana bətni, yəni embriyonal dövrü götürürsən. Bu deyilgir 21-ci ayda. Bəs bel əyriliyi yenə 21-ci ayda. Bəs döş əyriliyi yenə 9 embriyonal dövr. Üstə gələk 6 ayında da postembriyonal dövr. Bu da eləyir 15-ci ayında. İnsan skeletində neçə sümükdür ki, bir sümüklə birləşmə əmələ gətirir? Ümumi insan skeleti deyirsə, burada sən falanqaları götürürsən. 20 ədəd falanqalardır, sonuncu falanqalar. Üstə gələk 4 dənə sərbəst qabırğadır. Üstə gələk bir dənə də sonuncu büzdümdür. Cəmi 25 ədəd sümükdür ki, ümumi bir sümüklə birləşmə əmələ gətirir. Bunu da qeyd edirsiniz. Bəs gövdə skeletində neçə ədəd sümükdür ki, bir sümüklə birləşmə əmələ gətirir? 4 dənə sərbəst qabırğa, bir dənə də sonuncu büzdüm. Cəmi 5 ədəd sümükdür ki, bu da bir sümüklə birləşmə əmələ gətirir. Göz almasını hərəkət etdirən əzələlər baş beyin yarımkürələri qabığı neyronlarının təsiri altında olur. Bunu da yadınızda saxlayırsınız. Daha sonra sizə nə deyək? Kəllə skeletində 4 ədəd, 1 ədəd alt çənə sümüyü, 2 ədəd gicgah sümüyü, 1 ədəd də ənsə sümüyü, hərəkətli sümük birləşməsi əmələ gətirir. Növ olaraq da 3 növ götürürsən, alt çənə, gicgah və ənsə. Bunu da yadınızda saxlayırsınız. Sonra gəlir daxili maye mühitimiz. İnsanda ürək sikli neçə saniyədən ibarətdir? Deyirsiniz ki, 0,8 saniyədən ibarətdir. Bunun 0,1-i qulaqcıqların sistolası. Qulaqcıqların sistolası 0,1-dirsə, 0,8-dən 0,1-i çıxırsan, qalır 0,7. 0,7 deməli qulaqcıqların diastolasıdır, boşalması. 0,3-ü mədəciklərin sistolası. Mədəciyin diastolası deyəndə 0,8-dən sıxırsan 0,3-ün. 0,5 də olur mədəciklərin diastolası. 0,4 də ümumi boşalmaya aiddir. Birinci fazada aypara qapaqları qapalı, taylı qapaqları açıq. İkinci fazada əksinə taylı qapaqlar bağlı, aypara qapaqları açıqdır. Daha sonra qanın plazması neçə faizini təşkil edir? 55-60 faizini təşkil edir. Bəs formalı elementlər? Formalı elementlər də 40-45 faizini təşkil edir. Bunun tərkibinin də 70-80 faizi formalı elementlərin sudan ibarətdir. Eritrositlər 1 mm kubunda neçə milyondur? 4-5 milyon. Leykositlər 4-10 min. Trombositlər 150-400 min. Böyrəklər gün ərzində qanı təqribən neçə dəfə tənzimləyir, yəni təmizləyir? Deyəcəksiniz ki, 300 dəfə təmizləyir. Orta həyat tutumu müddətində ürək neçə milyon litr qan vurur? 5,7 milyon litr qan vurur. Böyük qan dövranı haradan başlayır? Sol mədəcikdən başlayır. Neçə damarı ilə? 1 damarı ilə. Harada bitir? Sağ qulaqçığa. Neçə damarı ilə? 2 damar. Aşağı yuxarı boş vena. Kiçik qan dövranı
Sağ mədədişdən başlayır. Neçə damar ilə? 1 damar. Harada bitir? Sol qulaqcıqda. Neçə damar? 4 damar. Böyük qan dövranı arterial qan çıxır sol mədədişdən. Gəlir sağ qulaqcığa 2 damarla venoz qan tökülür. Aşağı yuxarı boş vena ilə. Kiçik qan dövranında venoz qan çıxır 1 damar ilə. Gəlir sol qulaqcığa arterial qan tökülür 4 damar ilə. Bu da eləyir ağciyər venaları. Yadınızda saxlayın. Deməli, ağciyər venaları adı venas olmasına baxmayaraq arterial qan daşıyır. Ağciyər arteriyası adı arteriya olmasına baxmayaraq venoz qan daşıyır. Bunları da yadımızda saxlayırıq. Daha sonra 1-ci, 2-ci, 3-cü qan qrupunu kim kəşf edib? Landşeyner. 4-cü qan qrupunu Yan İski. İndi gəlin eritrositlərə görə yazaq. Məsələn, bura yazıram verir, bura yazıram alır. 1-ci qan qrupu, 2-ci, 3-cü, 4-cü. Bu eritrositdir. 1-ci qan qrupu kimə qan verə bilər? Hamısına 1-ə də, 2-yə də, 3-ə də, 4-ə də. Alır 1-dən. 2-ci qan qrupu 2 və 4-ə verir, alır 1-dən 2-dən. 3-cü qan qrupu 3 ilə 4-ə verir, alır 1-dən 3-dən. 4-cü qan qrupu 1 dənə 4-ə verir, hamıdan alır. Niyə? İndi onu yazırıq. 1-ci qan qrupunun, bax, bunu da gəlin bu formada çəkək yazaq. Məsələn, bu olsun bizim cədvəlimiz. Buradan 4 yerə bölürük. Aha. Bu bizim 1-ci qan qrupumuz, bu bizim 2-ci, bu 3-cü, bu da 4-cü. Baxın, 1-ci qan qrupumuzun bu eritrositləridir. Eritrositləri bomboşdur. Bunun plazmasında aglutinin deyilir. Alfada, betada, yəni AB də bunun plazmasındadır. 2-ci qan qrupumuzun eritrosidi. Deməli, 1-ci qan qrupu eritrositi boş olduğu üçün, bax bu formada işarə olunur, 0-0. 2-ci qan qrupunun eritrositinin üzərində A antigeni var. Deməli, onda 2-ci qan qrupu işarə olunacaq ya AA ya da A0. Bunun eritrositinin üzərində A aglutinogen, plazmasında B aglutinin var. 3-cü qan qrupunun eritrositinin üzərində B aglutinogen, plazmasında A aglutinin var. Bax, bunu yazın. Ona görə 3-cü qan qrupu da adlanır BB və ya B0. 4-cü qan qrupunun eritrositinin üzərində həm A, həm B aglutinogen yerləşir. Plazması tamamilə boşdur. Ona görə 4-cü qan qrupu da A, B ilə işarə olunur. Baxın, biri var eritrositin köçürməsi. Eritrositin köçürməsini yazdıq. Plazma köçürməsi deyəndə 1-ci qan qrupu dedik ki, qan verə bilir kimə? 1-ə, 2-ə, 3-ə, 4-ə. İndi bunun yerini dəyişirsən. 1-ci qan qrupu plazmanı alır deyəndə həm 1-in plazmasını alır, həm 2-nin, həm 3-ün, həm 4-ün plazması. Çünki eritrositi boşdur. Plazmasını verə bilir yalnız 1-ə. 2-ci qan qrupu plazmasını alır 2-dən, 4-dən, plazmasını verir 1-ə, 2-yə. 3-cü qan qrupu plazmasını alır 3-ə, 3-dən, 4-dən, plazmasını verir 1-ə, 3-ə. 4-cü qan qrupu plazmasını alır 4, verir 1, 2, 3, 4. Yəni biz qan köçürməni eritrositlərə əsasən edirik. Plazma bunun tamamilə əksinədir. Yadınızda saxlayırsınız. Qan verən adam donor, qalanı alan adam resipient adlanır. Daha sonra insanın qan plazmasında osmotik təzyiqin artması xaric olunan sidik miqdarının azalmasına səbəb olunur və insan 2 və 2,5 litr qan itirərsə, bu ölüm ilə nəticələnir. Normal halda qan insanın əzələ və qaraciyərindən keçdikcə temperatur artır. Yadınızda saxlayırsınız. Sonra keçəyin tənəffüs sisteminə. Bizə əsas bu tənəffüs sisteminin rəqəmləridir. Deməli, tənəffüs sistemində nəyi yadımızda saxlayırıq? İnsan normal tənəffüs havası alarkən nə qədər oksigen alır tənəffüs havasının tərkibində? 21%. Neçə santimetrin kubu? 105 santimetrin kubu. Bunu halardan alırıq? Bunu sizə deyim. Normal halda biz 500 santimetr kubu hava uduruq. Bu tənəffüs havasıdır. Bu 500-ün
Vurursuz 21%-ə, bölürsüz 100-ə. Bu eləyir 105 sm kubu. Deməli biz bu 500-ün içərisindən 105 oksigeni alırıq. Bax, yadınızda saxlayın, hardan aldıq. Deməli bura 21, 105 və bu aldığımız havadır, udduğumuz hava. Verdiyimiz havanın tərkibindən də 16% oksigeni veririk. Yenə 16-nı vurasınız 500-ə, böləsiz 100-ə. Bu da eləyir 80 sm kubu. Bəs kaplyarlarımıza nə qədər keçir? Ağciyər kaplyarlarından qana. 21%-dən çıxırsan 16%-in. Yerdə qalan, bax, bu 5% bizim ağciyərlərimizdən kaplyarlara keçir. Bu da nə qədər eləyəcək? 500-ü vurarsan 5-ə, böləsən 100-ə. 25 sm kubu. Bunu da bu formada yadınızda saxlayırsınız. Daha sonra karbon O2 aldığımız havanın tərkibindən 0,3% alırıq. Bu da eləyir 0,15 sm kubu. Verdiyimiz havanın tərkibində də 4%. Bu da 20 sm kubu eləyir. Yenə 4-ü vurdun 500-ə, böldün 100-ə, oradan tapdın. 78,3% azot alırıq. 78,7 azot veririk. Bu, bax, bu formada olur. Yəni, bir damcı yuxarı qalxır da, tam bu aşağıdan dəyişmir kimi görsənmir. Amma tərsizsiz qazlar elə bu formada görsənir. Çünki 1% alırıq, 1% də veririk. Normal tənəffüs havası nə qədər alırıq deyəndə deyirsiniz ki, 500 sm kubu tənəffüs alırıq. Bəs dərindən nəfəs alanda 500 tənəffüs havası, üstə gələk 1500-də əlavə hava. Bərabərdir 2000 biz dərindən nəfəs alanda hava daxil olunur. Bəs dərindən nəfəs alıb, dərindən nəfəs verdikdə, dərindən nəfəs alıb, dərindən nəfəs verdikdə 3500 hava xaric edirik. Ağciyərin ümumi həyat tutumu nə qədərdir? Biri var ağciyərin həyat tutumu. Həyat tutumu 3500-dür. Ümumi həyat tutumu deyəndə dəyişən havadır, əlavə havadır, üstə gələk ehtiyat havadır, bir də qalıq havadır. Bu da cəmi eləyir 4500. Bunu da yadınızda saxlayın. Nəfəs verərkən səs yarığının daralması ilk səsin yaranmasına gətirib çıxarır. Aha, bir dəqiqədə 16 tənəffüs hərəkət eləyirik. Bir tənəffüs hərəkətimiz 2 aktdan ibarətdir. Bu eləyir 32 akt. Yəni 16-sı nəfəs almadı bunun, 16-sı nəfəs vermədi. Daha sonra bir dəqiqədə 16 tənəffüs hərəkəti eləyirəmsə, bir tənəffüs hərəkətini neçə dəqiqədə eləyəcəm ikiz? Buradan 1-i bölürsən 16-ya. Bu da hardasa təqribi bərabəri 0,0625 dəqiqə eləyir. Bunu saniyə çevirəndə də bu aldığın rəqəmi vurursan 60-a, saniyə çevirirsən. Diafraqma və qabırğarası əzələlərin liflərinin yığılması zamanı liflər qalınlaşır və qısalır. Nəfəs vermədə əksinə nazikləşir və uzanır. Bunu da yadınızda saxlayın. Nəfəs alma zamanı döş boşluğunda mənfi təzyiq yaranır, qarın boşluğu orqanlarının da təzyiqi artır. Daha sonra buradan ayrı nə qaldı? Qrip qızılca süsçəyini bilirsiniz ki, bu tənəffüs yolları da akciyərlərin xəstəliyidir. Sonra indi keçirik həzm sisteminə. Ümumilikcə həzm kanalı ağız, udulaq, qida borusu, mədə, bağırsaqlar. Bağırsaq da nazik bağırsaq və yoğun bağırsaq. Nazik bağırsaq 12 barmaq, acı qalça, yoğun bağırsaq da kor, çəmbər, düz. Bunu bilirsiniz. Kənarda yerləşən vəzlərdə 3 cüd ağız suyu, yəni 6, üstə gələk qaraciyər, bir də məədaltı vəzi. Cəmi 8 ədəd vəzidir ki, bu da kənarda yerləşir. Ağız boşluğu saatda 0,2, 0,8 litr su, ağız şirəsi hazırlayır və onun tərkibində ptialin, maltaza, mutsin, ptialin ilə maltaza fermentdir, mutsin ilə lizosim maddələri yerləşir. Bunu da yadınızda saxlayırsınız. İnsanda 32 diş var, daimi diş. Bax, 20 dənə bizim süd dişimiz var. Bunu yadınızda saxlayın. Bu 20 dənə süd dişinin 10'u yuxarıda, 10 aşağıda yerləşir. Bax, ortada yerləşəcək 4 dənə bu formada kəssi dişlər. Bax, ortada bu formada kəssi dişlər yerləşir. Bunun yanında yerləşir köpək dişlər 2 ədəd və onların da yanında yerləşir 2 ədəd kiçik yazı dişlər. Bax, bu nədədir?
Deyəsiniz ki, süd dişində eynən aşağı da bu formada düzülür. Daimi diş deyəndə bunun yanında 3 dənə də böyük yazı dişləri yerləşəcək. 1, 2, 3. Buradan da yenə 1, 2, 3. 3 dənə də böyük yazı dişlər bu formada yerləşəcək. İnsan ontogenezində cəmi 52 diş çıxarır. Bunun 20'si süd dişidir, 32 də daimi dişdir. Cəmi 52 ədəd diş çıxarır. Yadınızda saxlayırsınız. Və 6-12 yaşlarından başlayaraq süd dişləri daimi dişlərlə əvəz olunur. Böyük yazı dişlər insanda 12 ədəd olur. 16 yaşdan sonra 4 dənə ağıl dişi çıxır. Yəni 16 yaşına qədər böyük yazı dişlərinin sayı 8'dir. 16 yaşından sonra 4 dənə ağıl dişi çıxır. Bu da eləyir 12. Daha sonra qida maddələri həzm kanalında süzmə, diffuziya, fəal keçmə yolları ilə süzülür. Mədənin tutumu 0,5 litrdən 3-4 litrə qədər mədənin tutumudur. Şirə də 2,5 litr şirə hazırlayır. Qida mədədə 4-8 saata qədər qala bilir. Dişdə olan qan damarları dentin hüceyrələrini qidalandırır. Mədədə uzununa, eninə və köndələn əzələlər yerləşir. Öd kimyəvi həzmdə bilavasitə iştirak etmir. Ödün hansı funksiyaları var? Yağların həzmini asanlaşdırır, ADYK vitaminlərin sorulmasını asanlaşdırır, zərərli maddələri zərərsizləşdirir, bağırsaqların işini sürətləndirir, zərərli bakteriyaların fəallaşmasının qarşısını alır, mədədən gələn turş qida horrasını neytrallaşdırır, qələvi mühit yaradır. Bəs yoğun bağırsağın hansı funksiyaları var? Suyun, mineral maddənin, alkoqolun, bəzi vitaminlərin sorulmasını təmin edir. B və K vitaminləri bağırsaq çöplərində yaranmasını təmin edir. Sellozanın bakteriyal parçalanmasını tənzimləyir. Bağırsaq çöpü sellozanı qismən sorur və parçalayır. Yağlar ADYK vitaminləri limfaya sorulur və birbaşa ürəyə gedir. Qalan qana sorulması, baxın, deməli, limfaya sorulan birbaşa ürəyə gedir, qana sorulanlar birbaşa qaraciyərə gedir. Bunu da bu formada yadınızda saxlayırsınız. Daha sonra A vitamininin tərkibində karotin maddəsi var. Bunu da yadınızda saxlayın. Vitaminlər parçalanmadan bədənə sorulur. A vitamini 1 mg toyuq korluğu, B vitamini 2-3 mg bitki mənşəli qidalarda 20% itirir. Daha sonra ət mənşəli qidalarda 15-60% itirir. Deməli 15% itirirsə, qalanın tərkibində 85% qalır, 100-dən çıxırsan. 60-ını itirirsə, qalanın tərkibində 40% qalır. Daha sonra bu da beri-beri xəstəliyidir. B3 vitamini 20 mg-dır, sinir sistemi, dəri və bağırsaq xəstəliyi. C vitamini skorbut xəstəliyi 50-100 mg. D vitamini raxit 0,2-0,5. E vitamini əzələ və cinsiyyət vəzlərinin işini tənzimləyir 10-15 mg. K vitamini də qanın laxtalanmasına kömək edir 1 mikroqramdır. Ən çox olan 50-100 olan C vitaminidir. Ən az olan da ki 0,2-0,5 olan D vitaminidir. Bunları da yadınızda saxlayırsınız. Sonra mədə xəstəliyi qastrit, nazik bağırsağın xəstəliyi enterokolit, yoğun bağırsaq xəstəliyi də kolit adlanır. Daha sonra 2 dəqiqə normal qaçmaqla, 5 dəqiqə sürətlə yeriməklə, 3 dəqiqə də velosiped sürməklə 100 kilojoule enerji sərf edirik. İnsana gündəlik normada bizə lazımdır 85 qram zülal. Bunun 48 qramı heyvan mənşəli, 37 qramı bitki mənşəlidir. Parçalandıqda 17,6 kilojoule enerji ayrılır. 380-500 qram karbohidrat lazımdır. Yenə parçalananda 17,6 kilojoule enerji ayrılır. 80-100 qram bitki yağı lazımdır. Bunun 30 qramı 80-100 qram yağ lazımdır. Bunun 30 qramı bitkidir. Minimum deyərsə 80-dən çıxırsan 30'un. Yerdə qalan 50'si heyvan mənşəlidir. Maksimum deyirsə 100'dən çıxırsan 30'un, 70 heyvan mənşəlidir. Bu da 38,9 kilojoule enerji verir. Daha sonra ifrazat sistemi. Baxın, ümumiyyətlə ammonyak sidik gövhərinə qaraciyərdə çevrilir. Qaraciyərdə, ağciyərdə, böyrəkdir, lazımı maddələrdir.
qandan çıxarır, bədəndən çıxarır deyikdə, bura əlavə olaraq bağırsağı və tərvəzləri də üzərinə gələcəksiniz. Sonra süzülmə prosesində 3 təzyiq iştirak eləyir. Bu qan təzyiqidir, osmotik təzyiqdir, bir də hidrostatik təzyiqdir. Qan təzyiqi 70 mm civə sütunu, osmotik 32 mm civə sütunu, hidrostatik də 14 mm civə sütunudur. Böyrək təzyiqi qan təzyiqindən yüksək olur. Qan təzyiqi çox olanda qan sürətlə axmağında kapillyarların daralması yaranır ki, bu da iksidiyə əmələ gətirir. Daha sonra nefronların sayı sidik toplayıcı borucuqların sayından çox olur. Çünki bir neçə nefron birləşib borucuğa açılır. Nefronların sayı qədəyə bənzər kapsulanın sayına bərabərdir. Çünki hər nefronda bir qədəyə bənzər kapsula var. Qıvrım kanalcıqların da sayı nefronun sayından çoxdur. Çünki hər nefronda 2 dənə qıvrım kanalcıq var. Daha sonra sidik sisteminin, yəni sidik hissəsinin tutumu 500 millidir. Bunun 4də 1-i dolduqda, yəni 125 millisi dolduqda sidik xaric olunur. Böyrəklərdən 1 dəqiqədə 1 litr, birindən də 0,5 litr qan keçir. Sutqa ərzində böyrəklərdən 1500-1700 qan keçir. Bundan 10 dəfə az 150-170 litr ilk sidik, 100 dəfə az 1,5, 1,7 litr də son sidik adlanır. Yəni məsələn 10 dəfə az budur, 10 dəfə az budur, bundan 10 dəfə az da budur. Bunu formada yadınızda saxlayırsınız. Yeniyetməlik dövründə hipofiz və qalxana bənzər vəzlərinin funksiyasının intensivləşməsi ikincili cinsi əlamətləri meydana gətirir. Son sidiyin tərkibində sidik cövhərinin qatılığı 65 dəfə artır, miqdarı dəyişmir. İndi keçirik cinsiyyət sistemində. Biz demişik ki, aybaşı fazası bölünür aybaşı fazasına, aybaşından sonraki faza, bir də sarı cisim fazası. 4-5 gün aybaşı fazasıdır. Aybaşından sonraki faza 9-10 gün odur. Daha sonra 14 gündə sarı cisim fazasıdır. Bax, aybaşı fazası ilə aybaşından sonraki fazanın müddəti dəyişmir. Amma bu 14 günlük sarı cisim fazasının müddəti uzana da bilər, qısala da bilər. Bunu yadınızda saxlayırsınız. 28 günlük aybaşı siklində 1 ildə 13 aybaşı prosesi baş verir. 365-i bölürsən sən 28-ə. Nə tapırsan buradan? 365-i 28-ə böləndə mən biləni 13 eləyir. 365 böl 28-ə. Aha, tapırsan 13. Deməli, bir ildə 13 aybaşı prosesi baş verə bilər və bir ildə 13 yumurta hüceyrə əmələ gəlir. 13 dəfə follikulun yetişməsi baş verir. Minimum deyəndə 6, maksimum deyəndə 7 götürürsən. 7-nin üzərinə 6 gələndə eləyir 13. Bu formada yadınızda saxlayırsınız. Daha sonra sarı cisim qana 14 gün hormon sintez eləyir. Yəni, bir dənə yumurta hüceyrə əmələ gələndə sarı cisim qana 14 gün hormon sintez eləyir. Hamiləlik dövründə 3 ay hormon sintez eləyir, 6 ayda cift hormon sintez eləyir. Deməli, 3 ay sarı cisim, 6 ayda cift hormon sintez eləyir. Daha sonra bir də 12-ci, 13-cü, 14-cü, 15-ci və 16-cı günlərdə mayalanma baş verə bilər. Bunu da yadınızda saxlayırsınız. Qadınlarda 3 siklik proses, kişilərdə 2 siklik proses baş verir. Qadınlarda ürək siklidir, yuxu siklidir, bir də aybaşı siklidir. Kişilərdə yalnız ürəklə yuxu siklidir. Bunu bu formada yadınızda saxlayırsınız. Daha sonra follikul LH, yəni litunləşdirici hormonun miqdarının artması nəticəsində yırtılır. Aybaşı siklində ovlyasiyaya qədər estrogen hormonunun miqdarı çoxalır, progestrogen hormonunun miqdarı azalır. Bunu da yadınızda saxlayın. Dedik, sarı cisim 14 gün hormon ifraz eləyir, bu da progestrogen hormonudur. Sonra hamiləlik dövrü bölündü başlanğıc dövr, Ruşeym dövrünə, bir də döl dövrünə. Başlanğıc dövr 4-5 gün boruda hərəkət eləyir, 2 gün uşaqlıqda sərbəst qalır. Deməli, 6-7 gündür. Ruşeym dövrü 2 aydır, döl dövrü də 7 aydır. Normal qadında hər yumurtalıqda 400 min, cəmi 800 min yetişməmiş yumurta hüceyri olur. Bunun ömrü boyu
350-si 500-ü yetişir. Və bir dənə yumurta ceyranın ətrafında 3 dənə yönəlci simciyi olur. Yönəlci simciyi soruşanda minimum deyəndə 350-ni 3-ə vurursan, maksimum da deyəndə 500-ü 3-ə vurursan. Və qadında hamısı ikiz, ikiz, ikiz. Bu formada düzülür. Daha sonra bunları bildik. Kişilərdə də dedik 20 milyondan 60 milyona qədər spermatozoid əmələ gəlir. Spermatozoid əmələ gəlir toxumluqlarda, toxum kisəciklərində prostat vəzinin ifraz etdiyi maye ilə qarışaraq çevrilir spermiya. Sonra nəyə yadımızda saxlamalıyıq? Bunları bilirik. Göbək ciyəsində 3 damar olur, 3 ədəd damar olur. Bunun ikisi əsasən göbək arteriyasıdır. Biri də göbək venasıdır. Bax, ikisi göbək arteriyası, biri göbək venası. İndi sual verə bilər ki, insan ontogenezi, ontogenez sözün deyirsə, insan ontogenezində neçə damar arterial qan daşıyır, neçə vena damarı arterial qan daşıyır. Ontogenez deyirsə, ağciyər venalarını götürürsən 4 ədəd, bir də 1 ədəd göbək venasını götürürsən. Deməli, ontogenezdə cəmi 5 ədəd vena damarı arterial qan daşıyır. Bəs neçə arteriya damarı venoz qan daşıyır? Onda 1 ədəd ağciyər arteriyasını götürürsən, bir də 2 ədəd göbək arteriyasını götürürsən. Bu deyir 3 damar. Ontogenez deyirsə, diqqətli olun. Arteriya döldən anaya qan daşıyır, vena anadan dölə qan daşıyır. Ciftdəki qan anaya aiddir, göbək ciyəsindəki qan dölə aiddir. Bunları yadınızda saxlayın. Normal uşağa 5 ay ana südü vacibdir. Bunun 1 ayı yeni doğulma çağa dövrünə düşür. Yerdə qalan 4 ayı südəmər dövrə düşür. Deməli, yeni doğulma dövrü 4 həftədir, yəni 1 aydır. Südəmər 11 aydır. Bağçaya qədər 1 yaşından 3 yaşına qədər, yəni 2 il 24 aydır. Məktəbə dövrü, məktəbə qədər 3 yaşından 6 yaşına qədər, yəni 3 il 36 aydır. Məktəb dövrü də 6 yaşından 17-18 yaşına qədərdir. Baxın, dölün ürəyi ananın ürəyindən 2 dəfə çox vurur. Ana 75-dirsə, deməli dölün ürəyi 150-dir. Və dölün ürək sikli 0,4 saniyə çəkir. Birinci faza qulaqcıqların yığılmasına 0,5, ikinci faza mədəciklərin yığılmasına 0,15, üçüncü faza ümumi boşalmaya da 0,2 saniyə sərf olunur. 3-cü aydan 9-cu həftədə cinsiyyət təyin olunur. 4-5-ci ayda, yəni 12-ci 13-cü həftədə ürək döyüntüləri eşidilir. Qadın orqanizmin ontogenezi bilavasitə kombinativ dəyişkənliklə başlanır. Morula mərhələsində zigot uşaqlığa daxil olur, divara yapışdıqda blastula mərhələsində olur. Ovulyasiya zamanı follikulun içərisinə yağ damlalarının daxil olması zamanı sarı cisim əmələ gəlir. Qızlar 10-12 yaşlarında, oğlanlar 13-14 yaşlarında cinsi yetişkənliyə çatırlar. Sonra boy artımı təxminən qızlarda 18 yaşa qədər, oğlanlarda da 20 yaşa qədər davam edir.